Salam, bugün mən sizə Güvən nəşriyyatından növbəti video dərsimizi qeyd edəcəyim. Dil ailələri, dil qrupları və onlara daxil olan xalqlar haqqında növbəti video dərsimizə izahını verək. Demək, keçən video dərsdə Hind-Avropa dil ailəsinə daxil olan dil qrupları və onlara daxil olan xalqlar haqqında məlumat vermişdik. Həmən video dərslərin geniş izahını YouTube-a yükləmişəm. Kanalıma abunə olub həmən video dərslərə baxa bilərsiniz. Növbəti dərsimiz isə Altay dil qrupunun, dil ailəsinin, Türk dil qrupuna daxil olan xalqlar haqqında məlumat verək. İraq türkmanları, türkmanlar və ya İraq türkmanları, İraqın şimalında yaşayan Azərbaycan etnosu. Ad oxşarlığına baxmayaraq türkmanlar Orta Asiya türklərinə, demək Türkmənistanda yaşayan türkmənlərə deyil, Azərbaycan türkləridir. Yəni Oğuz türklərinin qərbi qolundandırlar. Və burada bayraqları göstərilmişdir. Ümumi sayları 3 milyon nəfərdir. Və yaşadığı ərazilər burada göstərilir. Kərkük, Neynəvə, Bağdad, Ərbil, Səlahəddin, Vasid, Dilayə mühafizəsi. Və dili Azərbaycan dilidir. Dini İslam, Azərbaycan dili, Türk dili, Ərəb dili, dini İslam, Xristianlıq, mənşəyi Oğuz, Türk qrupu və Suriya türkmanları, qohum xalqlar və ya digər türk xalqları. Yaşadığı ərazilərdə isə ilk dəfə Səlcuqların ilk axınları zamanında xeyli əvvəllər məskunlaşmışdılar. Və daha sonralar isə Səfəvi hökmdarı ən qədim Azərbaycan tayfalarından biri olan türkmanların yaşayışlarının daha da möhkəmləndirilməsini təmin etmişlər. Tanınmış şəxsləri burada göstərilir. İhsan Doğramacı, Manisa Tarzani, Abbas Əl-Bəyati və s. Burada demək məşhur şəxsləri göstərilir. Və məskunlaşdığı yaşayış məntəqələri burada göstərilir. Türkmanlar, Sünni ərəblər, Şiə ərəblər, Kürdlər, Yəzidlər, Assiriyalılar və bunlar hamısı burada xəritədə göstərilir. Və burada İraq türkmanlarından milli şəkillər göstərilir, milli geyimləri. Burada həm türkcə, Osmanlı türkcəsi, Azərbaycanca, demək farsça, latınca türkman adlanması qeyd olunur. Krım tatarları Qaradənizin şimalı, Krım yarımadası olan türk xalqları qrupunun Qıpçaq yarım qrupuna aiddir. Məşhurları haqqında burada göstərilmişdir. Ümumi sayları 586 min nəfərdir. Yaşadığı ərazilər və həmən ərazilərdəki sayları qeyd olunur. Dili Krım tatar dilidir. Krım tatarlarının dini İslam Sünni təriqətidir və türk xalqlarına daxildir. Mənşəyi Qıpçaq türkləridir. Krım tatarlarının demək burada Krım tatarları haqqında ümumi məlumat qeyd olunub və milli geyimləri.
Axıska türkləri həmçinin türk axıskalılar, Mesxeti türkləri və ya türk Mesxetililər əvvəllər Gürcüstanın Mesxetiya regionunda Türkiyə ilə sərhəddə yaşayan etnik Anadolu türklərinin alt qrupu. Türk tayfaları hələ 11-12-ci əsrlərdə bölgədə məskunlaşmışdı. Lakin Mesxetiyada türk varlığı 1578-ci ildə Osmanlı hərbi yürüşü ilə başlamışdır. Ümumi sayları burada qeyd olunur. 600 min nəfərdir və yaşadıkları ərazilərdə demək Qazaxıstan, Azərbaycan, Rusiya, Qırğızstan, Türkiyə, Özbəkistan, Ukrayna, ABŞ və Gürcüstanda yaşayan Axıska türklərinin sayları qeyd olunur. Dili türk dili, Azərbaycan dili, dini İslam, mənşəyi Oğuz türk qrupu və qohum xalqlar türk xalqlarıdır. Və burada xəritədə göstərilmişdir. Tarixi Axıska bölgəsi bugün Gürcüstanın Samtskhe Cavaxeti bölgəsinin bir hissəsidir. Və burada tarixi haqqında demək ki, məlumat verilir. Axıska türkləri Gürcüstanın cənub-qərbindəki Mesxetiya Axıska regionunun yerli sakinləri olan 11-12-ci əsrlərdən bəri bölgədə məskunlaşan və 1578-ci ildən Osmanlı təsiri ilə formalaşan Anadolu türk etnik qrupudur. Və 1944-cü ildə Stalin tərəfindən Mərkəzi Asiyaya sürgün edilən 115 minə yaxın Axıska türkü hazırda Türkiyə, ABŞ, keçmiş Sovet İttifaqı ölkələri və Ukraynada yaşayır. Burada tarixi haqqında məlumatlar yazılmışdır və Stalin tərəfindən burada sürgün edilmişdir. Orta Asiyaya sürgün edilmişdir. 12.550 min Axıska türkü həyatını itirmişdir sürgün zamanı. Və milli geyimlər burada göstərilir, milli rəqsləri. Axıska türkləri. Altaylılar Türk xalqlarından biri, əsasən Rusiya Federasiyasının Altay Respublikasında yaşayırlar. Və yaşadığı ərazilər burada qeyd olunur, sayları qeyd olunur. 74.238 nəfər Rusiyada, Qazaxstanda 221 nəfər, Ukraynada 81 nəfər. Dili Altay dili, dini Burxanizm və qohum xalqlar türk xalqlarıdır. Və əyalətləri, yaşadığı ərazilər. Milli geyimləri. Xakaslar Türk xalqlarından biri. Türk xalq demək Xakaslar Türk olub Cənub-Şərqi Sibirdə yaşayırlar. Onlar Rusiya Federasiyasının Krasnoyarsk şəhərinin Xakas Muxtar vilayəti məskunlarıdır. Yəni məskunlaşmış əhalidir. Xakaslar Abakan türkləri, Yenisey qırğızları və Minusins tatarları və ya Abakan tatarları kimi fərqli adlarla adlandırılmışdırlar. Və yaşadıkları burada
Rusiyada 75.622 nəfərdir. Qazaxıstan, Qırğızstan, Özbəkistanda yaşayan xakasların sayı göstərilir. Dil xakas dilidir, din şaman dinidir və türk xalqlarına daxildir və burada da ümumi məlumat vardır. Əhalisi 1939-cu il əhalinin siyahıya alınmasına görə 52.000 nəfər olmuşdur. Yəni əhalisi. Hal-hazırda 90.000 nəfərdir. Və milli demək ki, geyimləri xakas türkləri burada göstərilir. Tuvallar demək həm tuvallar və ya tuvallar kimi də qeyd olunur. Cənubi Sibirdə yaşayan türk xalqlarından biri. Tuvalların türk xalqlarının Uyğur qrupuna daxildir. Tubalar, Tocinlər, Urianxaylar tuvalların etnik qruplarıdır. 264.400 nəfərdir sayları. Rusiya ərazisində, Monqolistan, Çin ərazisində yaşayırlar və dilləri Tıva dilidir. Dinləri Buddizm və yaxın etnik qruplar, Tofalar, Altaylılar, Tubalar, Xakaslar. Və burada məlumatlar yazılır. Əsasən Rusiya Federasiyasının bir hissəsi olan Tıva Respublikasında, qismən Monqolistan şimal-qərb oymaqlarında Rusiya və Tıva ilə olan sərhəd bölgələrində və az sayda Çinin Şincan Uyğur Muxtar rayonunun şimal qismində yaşayırlar. Və milli geyimləri. Yakutlar və ya Saxalar, demək Şimali Sibirdə yaşayan, Rusiyanın Saxa Respublikasında, Yakutiyada yaşayan türk xalqlarıdır və türk dillərinin Sibir qoluna daxil olan Yakut dilində danışırlar. Və milli rəqslər zamanı çəkilən şəkillər. Rusiyada müxtəlif ərazilərdə demək yaşayan yakutların sayları qeyd olunur.
Ümumi əhalinin sayı 500 min nəfərdir. Dilləri yakut, rus dilləridir. Dinləri rus, pravoslav xristianlığı, tengrizm və şamanizmdir. Və əlaqəli etnik qruplar türk xalqlarıdır. Burada tarixi haqqında qeydlər vardır. Yəni Yakutiyanın ümumi əhalisinin 929.280 min nəfərinin, yəni Yakutiyada olan əhalinin Saxa xalqı bu əhalinin 46%-ni yəni təşkil edir. 432.290 nəfər. Və bir də Yakutlar 13-14-cü əsrlərdə Monqol mənşəli buryatların işğalından sonra Sibirin Baykal gölü bölgəsindən şimala köçən türk dilli xalqların nəsilləridir. Və milli geyimlər. Növbəti xalqlarımız Altay dil ailəsinin Monqol dil qrupuna daxil olan xalqlar, Monqollar, Buryatlar, Kalmıklar haqqında məlumat verək. Tongus, Mancur, Evenklər, Nanaylar və Mancurlar. Kalmıklar və ya Kalmuklar, bunlar qərbi Monqol tayfalarına aid olan, demək, Oyratların 18-ci əsrdə, yəni qərbi Monqol tayfalarına aid olan Oyratların 18-ci əsrdə Cunqariyadan Xəzər dənizinin qərbinə köç etmiş bir qoldur. Bugün daha çox Rusiya Federasiyasının Kalmıkiya Respublikasında yaşayırlar və ümumi sayları 200 min nəfərdir. Burada yaşadığı ərazilər göstərilir. Rusiya, Qırğızstan, Qazaxıstan ərazisində yaşayırlar və dilləri Kalmık dilidir, rus dilidir. Dinləri Buddizmdir, qohum xalqlar Monqollardır. Milli geyimləri burada göstərilmişdir.